Давайте прочтем из Евреев, послание к Евреям 10 главы. Gəlin İbranilərə məktubun 10-cu fəslindən bir parçanı oxuyaq. Здесь написано с 5 стиха: «Посему Христос, входя в мир, говорит: жертвы и приношения ты не восхотел, но тело уготовало мне, всесожжение и жертвы за грех не угодны тебе. Тогда я сказал: вот иду, как в начале книги написано о мне, исполнить волю твою, Боже». 5-ci bənddən başlayaraq. Buna görə Məsih dünyaya gələndə deyir: Qurban və təqdim istəmədin, amma mənə bir bədən hazırladın. Yandırma qurbanı, günah qurbanından xoşun gəlmədi. O zaman dedim: budur, gəlmişəm. Kitab tumarında mənim haqqımda yazılıb. Ay Allah, sənin iradəni yerinə yetirdim. И также из Евангелия от Матфея, 28 глава, с 1 стиха. Eləcə də Mattanın müjdəsi 28-ci fəslin 1-ci bəndindən. «По прошествии же субботы, на рассвете первого дня недели, пришла Мария Магдалина и другая Мария посмотреть гроб, и вот сделалось великое землетрясение, ибо ангел Господень, сошедший с небес, приступив, отвалил камень от двери гроба и сидел на нем». Şənbə günü keçəndən sonra həftənin ilk günü səhər dan yeri ağaranda Məcdəli Məryəm və o biri Məryəm qəbri görməyə gəldilər. Budur, böyük bir zəlzələ oldu. Çünki Rəbbin bir mələyi göydən enib, gələrək daşı bir tərəfə yuvarladı və üzərində oturdu. Вид его был как молния, и одежда его бела, как снег. Устрашившись же его, стерегущие пришли в трепет и стали как мертвые. Onun görünüşü şimşək kimi, paltarı isə qar kimi ağ idi. Keşikçilər qorxudan titrəyib ölü kimi oldular. Ангел же, обратив речь к женщинам, сказал: «Не бойтесь, ибо знаю, что вы ищете Иисуса распятого. Его нет здесь, Он воскрес, как сказал. Пойдите, посмотрите место, где лежал Господь». Mələk qadınlara müraciət edərək dedi: Siz qorxmayın, çarmıxa çəkilmiş İsanı axtardığınızı bilirəm. O burada yoxdur, dediyi kimi dirilmişdir. Gəlin onun yatdığı yeri görün. «И пойдите скорее, скажите ученикам Его, что Он воскрес из мертвых и предваряет вас в Галилее, там Его увидите. Вот, я сказал вам». Tez gedin, onun şagirdlərinə belə söyləyin: İsa ölülər arasından dirildi. Qalileyaya sizdən qabaq gedir. Onu orada görəcəksiniz. Budur, mən sizə xəbər verdim. И последний стих — это книга пророка Захарии, 13 глава. Və sonuncu kitabımız ki oxuyacaq, bu Zəkəriyya peyğəmbərin kitabı 13-cü fəsildir. В 6 стихе ему скажут: «Отчего же на руках у тебя рубцы?» И он ответит: от того, что меня били, в доме любящих меня. O biri ondan soruşacaq: Bəs sinəndəki bu yaralar nədir? O isə dostlarımın evində aldığım yaralardır deyəcək. Евангелие состоит из этих двух вещей. Müjdə bu iki şeydən ibarətdir. Первая вещь Birincisi, — то, что сделали мы, то, что сделал человек. bizim etdiyimiz, insanın etdiyi iş. Ужасная картина. Dəhşətli bir mənzərədir bu. Что мы можем сделать самым лучшим,
что было нам дано. Bizə verilən ən yaxşıya qarşı biz nə edə bilərdik? Самым лучшим, кто был нам дан. Bizə verilən ən yaxşı şəxs. Мы пели песню, мне кажется, сегодня ее пели, Biz bu gün deyəsən bu mahnını oxuyurduq. что краса небес, я не помню точные слова, краса небес, он был дан нам. Ki səmaların gözəli bizə verilmişdi. Понимаем ли мы, насколько велика его любовь? Biz onun məhəbbətinin nə qədər böyük olduğunu başa düşürükmü görəsən? Знал ли он об этом заранее? Он знал, O bunu qabaqcadan bilirdimi? Bəli, bilirdi. но он пошел, Amma o getdi o yolu. потому что его любовь выше, Çünki məhəbbəti daha üstündür. вечная любовь, Onun məhəbbəti əbədidir. любовь Бога к нам. Tanrının bizə olan məhəbbəti. Я думал о его руках, которые были распяты. Mən İsa Məsihin çarmıxa mıxlanmış əllərini düşünürdüm. Он сотворил своими руками человека и весь этот мир. O insanı və bütün kainatı öz əlləri ilə yaratmışdı. Эти руки, они спасали, они касались, Bu əllər xilas edirdi, toxunurdu insanlara, поднимали, qaldırırdı yıxılanı, исцеляли, şəfa verirdi xəstəsinə и они прибиты. və indi onları mıxlanıb. Я думал о его ногах. Mən İsa'nın ayaqlarını düşünürdüm. Они ходили, искали, Bu ayaqlar gəzib dolaşırdı, axtarırdı. искали потерянных. İtmişləri axtarırdı. Они нас нашли. Bu ayaqlar bizi tapdı. Он пришел в нашу жизнь, O həyatımıza gəldi. и они были прибиты. Və bu ayaqlar da mıxlanmışdı. Или же его голова, Və ya onun başını düşünsək, там был этот терновый венец. onun başına tikandan bir tac qoyulmuşdu. Его мысли, Onun fikirləri, которые он имел и имеет о всех в этом мире, bu dünyada yaşayan hər kəs barədə Tanrının düşüncəsi, fikirləri. у одного из пророков написано, его мысли благие, Peyğəmbərin birinin kitabında yazılıb ki, onun bizə olan niyyətləri, fikirləri bizim faydamız üçündür, он yaxşılığımız üçün. благословлял. O xeyir dua verirdi. Он думал самое лучшее, O ən yaxşısını düşünürdü. не как мы. Bizim kimi değildi. Он Бог. O Tanrıdır. Помните 1 Коринфянам 13 глава. Yadınızdadır Korinfləri 1-ci məktub 13-cü fəsil. Какая любовь, Nə qədər böyük она məhəbbət. такая. O qədər gözəl. Его сердце было пробито копьем. Ürəyinə nizə salınmışdı. Я думал о его сердце. Mən onun ürəyini düşünürdüm. Оно настолько расширенное, Bu ürək o qədər genişdir ki, туда вмещаются все. ora hər kəs üçün yer var. Все мы, Hər birimiz üçün, весь мир, bütün dünya üçün, за всю историю человечества, все люди. bəşəriyyət tarixincə yaşayan bütün insanlar üçün orada yer var. Я думал о его теле, Mən İsa'nın bədənini düşünürdüm. которое было побито. Döyülmüş bədən И он встал, он принял тело, как мы читали в Захарии, və oxuduğumuz kimi o bu bədəni qəbul etdi. для того, чтобы служить. O bu bədəni bizə xidmət etmək üçün qəbul etdi. Но что мы сделали? Bəs biz öz növbəmizdə nə И etdik? это одна часть Yani Евангелия. Bu müjdənin bir hissəsidir. Мы сделали то, что мы сделали, показало, ты на самом деле не нужен нам. Bizim etdiyimiz əməl əslində göstərdi ki, İsa, sən bizə lazım deyilsən. Я думаю, что вся тьма, она кричала, что ты не нужен им. O an düşünürəm ki, bütün zülmət qışqırırdı, çığırırdı İsa'ya ki, sən bizə lazım deyilsən. И это ужасная часть Bu dəhşətli Евангелия, bir hissədir müjdələrdə. кровавая часть, Qanlı bir hissədir müjdələrdə. страдания и боль, Ki, ağrılar və əzablar var orada. крест, Çarmıq, позорное место, xəcalətli bir yer, отвержение, rədd olunma yeri. отвержение своим народом, Öz xalqı tərəfindən rədd edilmisən. учениками, Şagirdlərin tərəfindən rədd edilmisən. отвержение отцом. Ata tərəfindən, ata səndən uz döndərib. Но есть вторая часть Евангелия, Amma müjdənin ikinci hissəsi də var. прославленная часть, Onun izzətli hissəsi. часть, где мы видим
великую милость Бога. O hissədə biz Tanrının böyük mərhəmətini görürük. Его воскресение Onun ölülərdən dirilməsini görürük. это милость к нам. Ölülərdən dirilməsi bu bizə olan mərhəmətdir. Его воскресение это Его безусловная любовь к нам. Onun ölülərdən dirilməsi bizə olan şərtsiz məhəbbətidir. Евангелие. Müjdə. Что Он сделал? O nə etdi? Что означает, что Он воскрес? Nə deməkdir ki, o ölülərdən dirildi? Я думал о том, как Его прощение победило осуждение. Fikirləşirdim ki, onun bizi əfv etməsi mühakiməyə qalib gəldi. Жизнь победила смерть. Həyat ölümə qalib gəldi. Его милость превознеслась над судом. Onun mərhəməti mühakimə üzərində qələbə çaldı. Он воскрес. O ölülərdən dirildi. Он победил смерть. O ölümə qalib gəldi. И в 1 Коринфянам 15 главе Korinflərə 1-ci məktub 15-ci fəsildə написано, belə yazılıb. что в 57 стихе нам была дана победа. 57-ci bənddə deyilir ki, bizə zəfər verildi. Это воскресение дало победу. Onun ölülərdən dirilməsi bizə zəfər verdi. Над чем? Neyin üzərində qələbə? Что вмещается в эту победу? Bu qələbəyə, bu zəfərə nələr daxildir? Победа над смертью, Ölüm üzərində qələbə, но также amma eləcə də победа над виной, təqsir üzərində qələbə. чтобы мы не жили больше в вине. Ki biz artıq təqsirdə yaşamayaq. Над осуждением, Mühakimə üzərində qələbə. чтобы я больше не мог осудить себя. Ki mən artıq özümü mühakimə edə bilməyim. Мы читаем в Библии, нет больше осуждения. Biz Bibliyada bunu oxuyuruq ki, artıq mühakimə yoxdur. Нету суда над нами. Bizim üzərimizdə hökm sürülmür. Есть принятие, Amma biz qəbul edilmişik. есть любовь. Məhəbbət var. И также Eləcə də Бог не помнит. Tanrının yadında deyil. Он не помнит ничего, Yəni onun yadında heç nə qalmayıb. что связано с нашим прошлым. Bizim keçmişimizlə bağlı heç bir şey onun yadında Тот, qalmayıb. который знает все, Hər şeyi bilən Tanrı но он принял решение, qərara gəldi. что я забуду, Seçdi ki, unutsun. и я не буду помнить. Ki unudacağam və yadda saxlamayacağam. И я никогда это не дам против кого-либо из вас. Keçmişimizi və mən bunu heç vaxt kiməsə qarşı, sizə qarşı bunu bir iddia olaraq qaldırmayacağam. Никогда. Heç vaxt. Воскресение Христа. Məsihin ölülərdən dirilməsi. Я думал так же, как в Захарии мы прочли, у него есть эти раны на теле. Zəkəriyyə peyğəmbərin kitabında oxuduğumuz kimi, eləcə də Məsihin bədənində yaralar var. Почему? Niyə? Он мог выбрать такое совершенное тело, которое чистое и не имеет ран. O elə bir kamil özünə bədən seçə bilərdi ki, o bədən tamamilə pak və yarasız olardı. Но всю вечность у него будет тело с ранами. Amma bütün əbədiyyət boyunca onun bədənində o yaralar olacaq. Если мы увидим миллионы и миллионы, миллионы людей, верующих на небесах, Əgər göylərdə milyonlar və milyonlarla imanlını görə bilsək, то как узнать его? onda onların arasında Məsihi necə tanıya bilərik? Он будет выше всех? O hər kəsdən hündürmü olacaq? Или же Və ya есть другой признак? başqa bir əlamət var ki, onu səciyyəvi edəcək. У него будут rаны, Onun yaraları olacaq. и мы узнаем его так, Və biz onu o cür tanıyacağıq. по ранам. Yaralarına görə bunun Məsih olduğunu tanıyacağıq. Он решил оставить их, O qərara gəldi ki, yaraları bədənində qalsın. чтобы всю вечность Ki bütün əbədiyyət boyunca нам говорить о том, что прошлого нет. biz deyə bilək ki, keçmişimiz artıq Моя yoxdur. любовь вечная, Tanrının məhəbbəti əbədidir. и мое спасение Və вечное. bizə verdiyi xilas da əbədidir. И я воскрес, чтобы больше никогда не умирать. Ki mən ölülərdən dirildim ki, artıq bir daha ölməyim. Иди вперед. İrəli get. Я победил смерть. Mən ölümə qalib gəldim. Рубцы на его руках, Onun əllərində yaralar var idi, На çapıqlar его var. ногах. Ayaqlarında da var idi. в его боку. Onun böyründə var idi yara. Я хочу сказать, если здесь есть тот, кто никогда не поверил во Христа, Və demək istəyərdim, əgər burada aramızda elə adamlar var ki, hələ İsa Məsihə iman etməyib.
Мы прочтем еще один отрывок в завершении. Sonda biz daha bir parçanı oxuyaq. В Иоанна 20 главе. Yəhyanın müjdəsi 20-ci fəsil. Здесь написано: «После 8 дней, в 26 стихе, опять были в доме ученики его, и Фома с ними. Пришел Иисус, когда двери были заперты, стал посреди них и сказал: Мир вам». 26-cı bənddə 8 gündən sonra İsa'nın şagirdləri yenə otaqda toplaşanda Thomas da onların yanında idi. Qapılar bağlı olsa da İsa içəri girdi. O ortada durub sizə salam olsun dedi. Потом говорит Фоме: «Подай перст твой сюда и посмотри руки мои. Подай руку твою и вложи в ребра мои. И не будь неверующим, но верующим». Bundan sonra Thomasa söylədi: Barmağını buraya uzat. Əllərimə bax. Əlini də uzat, böyrümə qoy. İmansız olma, imanlı ol. Вот что Христос говорит тем, кто сегодня еще не верит в Него. Bu sözləri bugün Məsih hələ də ona iman etməyənlərə də deyir. Он говорит: «Мои раны, O deyir, yaralarım. они все еще свежие, Onlar hələ də təzədir. они для тебя. Sənin üçündür. Я люблю тебя. Səni sevirəm. Я не осуждаю тебя. Səni mühakimə etmirəm. Nету вины Təqsir yoxdur. ни за что. Heç bir şeyə görə təqsir yoxdur. Просто приди Sadəcə gəl и вложи, və barmağını, и əlini посмотри. uzat, qoy və bax И ты примешь жизнь, və həyat qəbul и edəcəksən. прощение, Əfv qəbul edəcəksən. любовь. Məhəbbət qəbul и у тебя edəcəksən. будет Və будущее, sənin gələcəyin olacaq. светлое будущее, Parlaq gələcəyin. вечность со mной Sənin mənimlə birlikdə əbədiyyətin olacaq. на небесах. Göylərdə. Иисус Христос, İsa Məsih. Он живой, O diridir и мы доказательство. və biz bunun sübutuyuq. И не только мы, Yalnız biz də deyil, но каждый верующий в Него, где бы он сегодня ни жил. amma ona iman edən hər bir kəs onun yaşadığı yerdən asılı olmayaraq. Мы живы, Biz yaşayırıq, потому что Он живой. çünki o diridir. И мы настолько живы, Və biz o qədər diriyik, насколько и Он живой. nə qədər o diridir. Если Он вечно живой, Əgər o əbədiyyən diridirsə, то и yaşayırsa, мы вечно живы. eləcə də biz ona iman edənlər əbədi yaşayırıq. Как написано в Библии, Bibliyada yazıldığı kimi, Бог есть Бог живых Tanrı dirilərin tanrısıdır, и не мертвых. ölülərin tanrısı deyil. Bог есть nаш Бог. Tanrı bizim Allahımızdır. Аминь. Amin. Христос Amin. воскрес. Məsih dirildi. Давайте помолимся. Amin. Gəlin birlikdə dua edək. Когда все головы склонены и глаза закрыты. Gəlin hamımız gözlərimizi yumaq və başlarımızı aşağı salaq. Если здесь есть тот, кто никогда еще не принимал Христа, Əgər siz İsa Məsihi hələ qəbul etməmisinizsə, вы можете сделать это сейчас. siz indi onu qəbul edə bilərsiniz. Про себя скажите Ему: Öz ürəyinizdə İsa'ya deyin. «Ай, Иса, Ay İsa, Иисус, спаси меня. məni xilas et. Я верю в Тебя. Mən sənə inanıram. Я верю, что Ты взял все мои грехи на себя. İnanıram ki, bütün günahlarımı öz üzərinə götürdün. Прошу Тебя, прости меня. Səndən xahiş edirəm məni bağışlayasan. Дай мне новую жизнь. Mənə yeni həyat verəsən. И когда я умру, возьми меня на небеса. Və mən öləndə məni özünlə göylərə qaldırasan. Я отдаю себя Тебе. Özümü sənə tapşırıram. Во имя Иисуса Христа. İsa Məsihin adı ilə. Аминь. Amin.